Mən etibardan danışmaq istəyirəm ki, sənə mən ya da bizim müştərilər, yəni bizim dostlar niyə görə sənin şirkət və yəni BMNS-ə etibar etməlidirlər? Düşünürəm ki, əgər bizim narahat bir iş prinsipimiz olsaydı, etibarımız olmasaydı, bu nəticəyə gəlib çıxa bilməzdik. Çünki ətrafdan fikir dəstəyi var bizə. Məsələn, sizin kimi motivator olaraq motivasiya verirsiniz, o dəstək var bizə. Belə deyək də, sizin özünüzdən nümunə çəkə bilərəm. Əgər bizim şirkət olaraq və mən şirkətin rəhbəri olaraq etibarsızlığımız olsaydı, bugün düşünürəm ki, biz sizin yanınızda olmazdıq. Tikinti işi ilə məşğul olanlara, elektrik məhsulları ilə işləyən şirkətlərə tövsiyəmiz olar ki, birinci, davamlı işlədikləri insan olacaqsa, şirkət olacaqsa, məkan olacaqsa, birinci oranın vəziyyətini araşdırsınlar ki, bu insan bizlə nə vaxta qədər işləyə bilər və yaxud da bizi aldamağa çalışarmı? Çünki elektrik məhsulları elə bir şeydir, orada incəliklər çoxdur. Onun görünən tərəfi başqadır, daxili tərəfi başqadır. O şeylərə diqqət etmələri daha yaxşı olar.